Keçən dəfə baxdığımız bağlayıcı mövzusu xatırladıram ki, deməli bizim 2 dənə sizinlə cümləmiz var idi. Məsələn ki, bu olsun bir cümlə, bu da olsun ikinci bir cümləmiz. Bu 2 dənə cümləni bir-birinə bağlamaq üçün bizə deməli nələr lazım idi? Bağlayıcılar və yaxud da bizim dilimizdə desək soyuzu, правильно? Və biz sizinlə dedik ki, normalda təbii ki də bağlayıcı mövzusuna aid olan sualları yaxşı yazmaq üçün ən azından cümlənin bir 40-50%-ni anlamaq mütləqdir. Bu olmadan bizə çox çətin olacaq. Amma bəzən də elə olur ki, bağlayıcılar məna olaraq, istifadə yerinə görə bir-birlərinə çox oxşadıqlarına görə tələbələr, hətta rus dili tələbələr belə, yəni ki, azdan çoxdan rus dilini bilən tələbələr belə onları qarışdıra bilirlər. İndi qarışdırmamaq üçün sizə həm bağlayıcıları, həm də hansı sxemlərlə onları daha rahat yaza bilərsiniz, onu deyəcəm. Deməli, bizim sizinlə birinci bağlayıcılarımız, keçən dərsdə izah elədiyim kimi, hansı bağlayıcıları? Təbii ki də səbəb bağlayıcıları. Причина. Правильно? Burada biz sizinlə dedik ki, bizim hardasa 6-7-yə yaxın çox belə tez-tez imtahanda düşən bağlayıcılarımız var. Demişdim ki, bu bağlayıcılar sinonimlərlə öyrənməlidir. Hansılardır bunlar? Потому что, так как, ибо və от того что. Правильно? От того что. Deməli, demişdim ki, bunlar sinonim variant olaraq əzbərlənməlidir. 4-ünün 4-ü də Azərbaycan dilinə çünki deyə tərcümə olunur. Niyə biz bunları sinonim olaraq öyrənməliyik? Çünki imtahanda, indi sizə izah eləyəcəyim suallarda da o tip məsələlər olacaq. Ola bilər ki, imtahanda məsəl üçün A variantında sizə verirlər tutalım tak, B variantında yazırlar ибо. Artıq biləcəksiniz ki, bunların ikisi də səhv variantdır. Yəni ki, ikisi də axı qapalı sualda sizin düzgün cavabınız ola bilməz. Avtomatik biləcəksiniz ki, bunların ikisini birlikdə istifadə etmək olmaz. Deməli, ikisi də artıq səhv cavab olaraq götürüləcək. Və nə zaman istifadə edirik biz bunu? Dedikdə 2 dənə cümləmiz var. Bu olsun bir cümlə, bu da olsun ikinci cümlə. Əgər sizin cümlənizin birinci hissəsində informasiya, cümlənizin ikinci hissəsində isə həmin informasiyanın səbəbi göstərilirsə. Məsəl üçün, я хочу купить машину. Tərcümə? Mən maşın almaq istəyirəm. O da bu niyə silindi? Отлично. Так я не поняла, почему стерлось. Хорошо. Давайте еще раз. Deməli, dedik ki, mən maşın almaq istəyirəm. Qoyun bir də yazım. Я хочу купить. Tak, kimsə mənim daskamla oynayır. Xahiş edirəm. Mənim daskama əl vurmayın. Значит, я хочу купить машину. Mən maşın almaq istəyirəm. Məsəl üçün, gəlin sizinlə belə bir cümlə istifadə edək ki, bu hissəyə deməli bağlayıcı qoyacağıq sizinlə. Dedikdə iki cümləni bir-birinə birləşdirməyəcək. Da, məsəl üçün, потому что она мне необходима. Çünki o mənim üçün çox vacibdir. Yəni, maşın almaq mənim üçün çox vacibdir. Aydındır? Nə etdik? Mən cümlənin birinci hissəsindən nə elədim? Sizə bir informasiya verdim ki, mən maşın almaq istəyirəm. Cümlənin ikinci hissəsində nə elədim? Həmin o informasiyanın səbəbini göstərdim. Bura qədər aydın olmayan nəsə var? Agi, все понятно. Ümid edirəm ki, hə. Daha sonra tez-tez üzərindən keçmək istəyirəm. İndi səbəb bağlayıcıları dedikdə bizim bir kateqoriya bağlayıcımız daha var. Поэтому və bunun sinonimi olaraq istifadə olunur. Так что. Bunlar Azərbaycan dilinə tərcümə olunur. Buna görə də, buna görə ki, indi baxır cümləyə. Məsəl üçün, bayaqki cümləni yer dəyişib qeyd eləsəm, bayaq biz nə dedik sizinlə? Потому что, так как, ибо, от того что nə zaman istifadə olunur? Cümlənin birinci hissəsində informasiya, ikinci hissəsində isə informasiyanın səbəbi göstərilirsə. İndi isə birinci hissəsində mən səbəb göstərəcəm, cümlənin ikinci hissəsində isə informasiyanı göstərəcəm. Məsəl üçün deyirəm ki, мне необходима машина. Mənə maşın, yəni çox lazımdır, vacib lazımdır. Хорошо? Поэтому və yaxud da так что, вот наш союз, да? Я
Хочу купить. Поэтому я хочу купить ее. Buna görə də mən onu almalıyam. Yəni ki, bunların hamısı səbəb bağlayıcılarıdır. Tək fərqi səbəb və informasiyanın yerinin dəyişməsindədir. Və təbii ki də bağlayıcıların mənasında. Aydın olmayan nəsə varmı? Все понятно? Аги? Да. Все, отлично. Идемте дальше. Deməli, üçüncü kateqoriya deyək də, bağlayıcılarımızdan olan məqsəd bağlayıcısı, məqsəd, başqaca da cel. Bizim dildə də belə deyək cel. Bu nədir? 2 dənə əsas bağlayıcımız var. Это чтобы. Və bunun sinonimi olaraq для того, чтобы. Можно. Для того, чтобы. Hər ikisi Azərbaycan dilinə 3 gün deyə tərcümə olunur. Daha çox feillə istifadə olunur. Yəni bu özündən sonra feil tələb edir. Və həmin o feilimiz yadda saxlayın, infinitiv formasında olur. Yəni ki, ilkin formasında. İlkin formasında feillərimizin bu 3 dənə sonluğu var idi. Т мягкий знак, Ci və yaxud da Ç мягкий знак. Например, чтобы купить. Necə tərcümə olunacaq? Чтобы купить. Almaq üçün. Və yaxud da чтобы идти. Getmək üçün. Nə bilim, чтобы беречь. Qorumaq üçün. Правильно? Bəli. Deməli, bu iki bağlayıcını istifadə edə bilməyimiz üçün cümləmizin hər hansı bir hissəsində məqsəd olmalıdır və istifadə etdiyimiz feil olmalıdır ilkin formasında. İlkin formanda sonluqların sizi şəkilçilərin daha doğrusu bura qeyd elədim. Т мягкий знак, Ci, Ç мягкий знак. Спасибо большое. Хорошо? Məsəl üçün gəlin sizə belə bir cümlə qeyd edeyim. Manifestləyirəm bura. Чтобы купить машину, я... Ой, bu necə ya oldu? Я должна много зарабатывать. Переведите, пожалуйста. Зарабатывать. Tərcümə? Maşın almaq üçün mən çoxlu qazanmalıyım. Da, чтобы купить машину, maşın almaq üçün mən çox çalışmalıyam. Çox qazanmalıyam, sorry. Aydın olmayan nəsə varmı? Все понятно? Понятно. Все, хорошо. Daha sonra следующий. Dördüncü şərt bağlayıcılarımız. Şərt. То есть условие. 2 dənə əsas bağlayıcımız var. Значит, если hansı ki Azərbaycan dilinə əgər deyə tərcümə olunur. Məsəl üçün deyirəm ki, если мы успеем, обязательно придем. Biz əgər çatdırsaq, mütləq gələcəyik. Mütləq gələcəyik. Nəyə göstərir? Şərt göstərir. Əgər çatdırsam gələcək. Правильно? Bir də bunun qarşılığı olaraq qarşımıza значит çıxa bilər если бы. Если бы. Bu tərcümə olunur əgər ki. Fərqi nədir? Daha doğrusu fərqindən savayı belə baxırsınız ki, tərcümədə demək olar ki, eyni şeydir. Məsəl üçün bu bağlayıcını daha rahat fərqləndirmək üçün sizə 3 əsas nüans deyirəm. Yadda saxlayın. Bu cümlədə əgər ki, yəni если bu istifadə edə bilməyimiz üçün cümlədə 3 əsas nüans olmalıdır. 1. Sizin cümlənizin ikinci hissəsində bu istifadə olunmuş olmalıdır. Yəni toplamda cümlənizin içərisində 2 və yaxud da daha çox bu olmalıdır. İkinci nüans olaraq feil mütləq və mütləq keçmiş zamanda verilməlidir. Keçmiş zamanda biz nə ilə yaradırdıq? El şəkilçisi ilə yaradırdıq da. Məsəl üçün, пришел. Правильно? Вот обязательно суффикс el keçmiş zaman mütləq olmalıdır. Və üçüncü olaraq təbii ki də cümlədə olmalıdır şərt. Məsəl üçün, yuxarıda qeyd eləmişəm ki, если мы успеем, обязательно придем. Правильно? İndi bunu если бы ilə istifadə eləsəm, dedim, axı mütləq 2 dənə bu olmalıdır, feil keçmiş zamanda olmalıdır və cümlədə şərt istifadə olunmalıdır. Если бы мы успели, мы обязательно пришли бы. Еще раз. Если бы мы успели, то мы обязательно пришли бы. Əgər biz çatdırsaydıq, biz mütləq gələrdik. Aydındır? Понятно?
Əgər görürsünüzsə ki, cümlədə artıq bir bu istifadə olunub, fe'l keçmiş zamanda sizə verilib, cümləniz də şərt cümləsidirsə, rahatlıqla bu bağlayıcını ora qoya bilərsiniz. Хорошо? Запомнили? Всё. Иду дальше. Müəllimə, olar bir sual verim? Да, конечно. Ola bilərmi ki, məsələn, hansısa bir cümlədə bu 3 şərtdən ikisi olsun, biri olmasın. Onda yəni qəbul edirik də bunu, yəni ki, bağlayıcını Əslində artırmalı. elə bir şey ola bilməz. Niyə ola bilməz? Çünki bu dediyim nüanslardan biri olsa, biri olmaya bilməz. Yəni ki, çünki bu ədat var ha, bax bu ədat, bu ədatı da biz ona deyirik частица. Aha. Bu ədatı iki formada istifadə olunur. Ya fe'l keçmiş zamandadsa istifadə olunur, ya da ki fe'l infinitiv formasındadırsa, yəni ki ilkin formasında. Yəni məsəl üçün deyirəm, bu olmasa keçmiş zaman ola bilməz, keçmiş zaman olmasa bu ola bilməz. Если bu da istifadə eləmək üçün cümlədə mütləq şərt olmalıdır. Aydındır? Yəni ki, ikisi olub biri olmama məsələsi düşünmürəm ki, olsun, qarşımıza çıxsın. Хорошо? Ki, yenə deyirəm, o ədata görə elə bir məsələdə ola bilməz. Okey, хорошо. İdu dальше. Sağ olun. İdu dальше. Keçən dərs izah etmədiyim, daha doğrusu sualda izah elədim, amma nəzəri mövzu olaraq unutmuşdum bu iki bağlayıcını izah eləməyi. Bir dəfə də onların üzərindən keçək, sonra biraz testlərə baxaq, testləri də izah eləyəcəm sizə. Deməli, hansı bağlayıcılardır bunlar? Это, значит, хотя, bir də bunun sinonimi olaraq nесмотря na to, что. Hansı ki, hər ikisi Azərbaycan dilinə baxmayaraq və yaxud da baxmayaraq ki deyə tərcümə olunur. Hər şeydən öncə bir nüansı yadda saxlamalıyıq ki, bizim qarşımıza, baxın bu söz, belə deyək də nitq hissəsi olaraq demirəm, bu söz bizim qarşımıza belə də çıxa bilər. Nесмотря на. Bunu özünüzdə qeyd edin. Əgər iki söz formasında çıxırsa, это предлог. Предлог nədir? Söz önü. Хорошо? Bax, bu söz biri var несмотря на то, что, yəni 1, 2, 3, 4. 4 sözdən ibarət olanda nitq hissəsi olaraq bağlayıcı. 2 sözdən ibarət olanda несмотря на nitq hissəsi olaraq предлогdur, söz önü olur. Əslində məna olaraq eynidir. Sadəcə nitq hissəsi olaraq fərqlidir. Yadda saxlayın, bu bir. Buna oxşar biri də var. Keçən dərs izah eləmişdim, bir dəfə də yadınıza salacağam. Deməli, bu bağlayıcılar nə zaman istifadə olunur? Bu bağlayıcıları mən deyirəm ki, əgər cümlənin iki tərəfi bir-birinə paradoks bir durum yaradırsa, o zaman istifadə edirik. Məsəl üçün, belə yazım da sizin üçün plus, minus və yaxud da minus, plus. İndi cümlə yazacağım, daha düşünürəm ki, aydın şəkildə anlayacaqsınız. Məsəl üçün deyirəm ki, я не выучила слова. Bir dənə bu cümləni tərcümə edək. Mən sözləri öyrənməmişəm. Öyrənməmişəm. İndi sözləri öyrənməməyiniz durum olaraq negativ bir durumdur da, düzdür, sözləri öyrənməmişəm. Правильно? Вот видите, minus bir cümlə. Bura bir dənə bağlayıcı yeri qoyuram. Cümləmin ikinci hissəsinə yazıram ki, учитель поставил мне пятерку. Tərcümə? Buna baxmayaraq müəllimə mənə 5 yazdı. Aha, indi buna baxmayaraq hələ ki qoymayaq ortaya, правильно? Gəlin belə baxaq da. Я не выучил слова, mən sözləri öyrənməmişəm. Baxın, mən bura bunu bu bağlayıcıya, daha doğrusu bu ədata görə qoymamışam. Bu niyə ədatına görə qoymamışam bunu. Mən durumun sadəcə negativ olduğunu göstərirəm ki, sözləri öyrənməmişəm, məktəbə getməmişəm. Nə bilim, durumun özlüyündə pozitiv deyil də negativ olduğunu göstərirəm də, belə deyək. Cümləmin ikinci hissəsinə deyirəm ki, учитель поставил мне пятерку. Deməli, müəllim mənə 5 yazıb. Elə bil ki, normalda sözləri, bax, bu sözü yadda saxlayın, bu uşaqlara çox kömək olur. Normalda sözləri öyrənməmişəmsə, müəllim mənə 2 yazmalıdır da, düzdür? Правильно? Amma mən sözləri öyrənməmişəm, müəllim mənə 5 yazıb. Elə bil ki, 2 dənə durum var ortada. Normalda belə olmalı deyildi, amma belə oldu. Aydındır? Yəni ki, bu belə düz gəlməli deyildi, amma bir də ki, düz oldu.
Bax belə deyək də. 2 dənə bir-birinə paradoks, antonim mu deyim, paradoks mu deyim, bir-birini inkar edən 2 dənə cümlə. Sözləri öyrənməmişəmsə normalda 2 qoymalıydı, amma 5 qoyub. Ona görə я не выучила слова, хотя учитель поставил мне пятерку. Несмотря на это, учитель поставил мне пятерку. Aydındır? Понятно? Müəllimə, əslində Azərbaycan dilində də belə bir şey var. Qarşılaşdırma əlaqəli cümlələrdir. Yəni cümlələr bir-birinə qarşılaşdırılır. Yəni belə bir şey Azərbaycan dilində O var. əslində bizdə də var, amma bizdə biraz fərqli nüansdır. O противопоставление. Bu da yəni ki, əslində bağlayıcı mövzusunda bizdə də o durum var. Sadəcə mən onu qrammatik olaraq deyil də düşünürəm ki, belə məncə daha əslində qarşılaşdırsam da daha yaxşı yadımızda qalır. Da bəli, Azərbaycan dilində olan bizdə də var o противопоставление. Yəni ki, 2 dənə cümlə bir-birinə qarşılıq olur. Bax məsəl üçün siz burada indi test izah eləyəndə də göstərəcəm sizə. Burada məsəl üçün no da istifadə edə bilərdiniz. No necə tərcümə olunur? Mən atdığım konspektdə var idi. No necə tərcümə olunur? Amma məsəl üçün bura istifadə edə bilərsiniz. Но учитель поставил мне пятерку. Однако учитель поставил мне пятерку. Хорошо? Bu tip bağlayıcılarda istifadə oluna bilər. Хорошо? Və son olaraq qalır mənim 2 dənə bağlayıcım. Bunu da izah edirəm. Qalan o balaca nüansları sizə atdığım konspektin içərisində var. İndi suallarını da üzərində izah edəcəm. Deməli, 2 dənə fərqli nitq hissəsinə aid olan, amma mənaları bir-birinə oxşayan sözlər qeyd edirəm sizə. Deməli, из-за, благодаря, eyni mənada olan из-за того, что və благодаря тому, что. Bu ikisi nitq hissəsi olaraq это предлоги, то есть söz önləridir. Bunlar ikisi nitq hissəsi olaraq bağlayıcıdır. Yəni союзы. Хорошо? Amma mənası və istifadə yeri demək olar ki, birdir. Bu necə tərcümə olunurdu? Görəm. Bu sayəsində. Eyni şəkildə görə və sayəsində. Nə zaman istifadə edirdik sizinlə bunları? İzza istifadə olunurdu və ya izza və izza того, что istifadə olunurdu. Göstərdiyiniz durum negativdirsə. Keçən dərs belə bir cümlə yazmışdım sizə. Я не успела на урок из-за того, что были ужасные пробки. Правильно? Və yaxud da из-за ужасных пробок. Görürsünüz? Yəni ki, çoxlu tıxaca görə mən dərsə çatmamışdım. Благодаря və yaxud da благодаря тому, что nə zaman istifadə olunur? Əgər cümləniz pozitivdirsə. Yəni ki, əgər sayəsində sözünü ora qoya bilirsinizsə, istifadə edə bilirsinizsə. Bu da aydındırmı? Тоже понятно? Да. Все, хорошо. Mövzu izahına başlayanda da sizə dedim ki, deməli, əgər biz cümlə, daha doğrusu bağlayıcı mövzusunu yaxşı işləmək istəyiriksə, mütləq və mütləq ən azından cümlənin bir 30-40%-ni tərcüməsini bilməliyik. Tərcüməni də bilmək üçün, yəni ki, ümumiyyətlə həm bu vaxta qədər işləyəcəyiniz testləri, işləməli olduğunuz testləri, həm bundan sonra işləməli olduğunuz testləri mütləq və mütləq tərcümə ilə işləməlisiniz. Bir dənə bu nüansı da deyim. Mən bəzi uşaqlar məni səhv başa düşürlər ki, bəs müəllimə deyir ki, tərcümə ilə işləyin. Mən tərcümə ilə işlədiyəndə yanına Google Translate-i qoyub, buradan sözün tərcüməsinə baxıb, buradan testi yazıb gətirməyinizi istəmirəm sizdən. Bu baxın bu testlərə də aiddir. 90-a yaxın test var. Bunu siz mənim üçün gələn həftənin sonuna qədər bitirməlisiniz. Yəni bu o deməkdir ki, yəni mən sizə ümumiyyətlə bütün konspektləri və bütün testləri öncədən onsuz da göndərirəm. Bu o deməkdir ki, o konspektlər çıxarılmalıdır və yaxud da bilmirəm kim necə işləyirsə. Məsəl üçün deyirsinizsə ki, mən bugün tutalım ki, 40 dənə sual işləyəcəm. O 40 dənə sualın sözləri tərcümə olunmalıdır, bilmədiyiniz sözlər tərcümə olunmalıdır. Öyrənilməlidir. Üstündən bir 2-3 saat keçməlidir və siz oturub artıq sözləri bilmiş bir şəkildə qrammatikaya yönələrək o sualları işləməlisiniz. Mən tərcümə ilə işləmək lazım olduğu deyəndə bunu nəzərdə tuturam. Yanınıza Google Translate qoyub oradan sözə baxıb buradan mənə yazmağınız bu gün sizi işin içərisindən çıxara bilər, amma sabah imtahanda sizi işin içərisindən çıxara bilməyəcək.
Xahiş edirəm, bu nüansda biraz diqqətli olun. Bu dediyim şey bu testlərə də aiddir. Хорошо? Çox xahiş edirəm. Müəllimə, bu Bəli. testləri siz material qrupuna atmısınız? Material Yoxsa- qrupuna da atmışam, bizim öz qrupumuza da, onlayn qrupa da atmışam. Hər ikisinə göndərmişəm. Ha, yaxşı. Хорошо? Bundan öncə də göndərmişdim, indi də göndərmişəm. Yoxdursa, indi proje göndərdim qrupda, уже görməlisən. İndi gəlin baxaq birinci testimizə. Мы выбрали эту дорогу. Живописную речку. Да, она лежит через что-то. Через məsələsinin sonrası yoxdur. Pусть будет через лес. Правильно? Hər halda burada biraz опечатка düşüb olmalıdır. Лежит через живописную речку olmalıydı. Gəlin bir dənə bu hissəni düzəldim. Lütfə elə izah eləyim sizə. Sekundaçku. 3, 4 və 5-ci suallarımıza. Gəlin baxaq görək. Deyir ki, рядом с домом есть магазин. Evimin yanında mağaza var. Bu cümlənin birinci hissəsi. İkinci hissəsinə baxıram. Я предпочитаю супермаркет подальше. Mən uzaqda olan supermarketi üstün tuturam. Və yaxud da türklər demiş tərcih edirəm. Baxın, предпочитать üstün tutmaq. Bir daha təkrarlayıram, tərcih etmək mənasında istifadə olunur. Deyir ki, mən deyirəm ki, mən uzaqda olan deməli marketi üstün tuturam. İndi nəyə baxıram? Cümləmi tərcümə elədim. Gəlin bir dənə variantlara baxaq. Hər şeydən öncə ondan başlayım ki, burada A və Y variantlarımız bir-birinə, deməli, daha doğrusu bir-birilə sinonim olan variantlardır. Тоже və также. Hər ikisi də şəkilçidir, ədatdır. Onu Azərbaycan dəqiq bilmirəm. Nədir bu? Baxın, mən hətta yana cümlə də yazmışam. Çox primitiv. Ya тоже. Tərcüməsi məndə. Deməli, тоже также həmin o da hissəciyini bildirir bizə. Və fikir verirsinizsə, onlar bizə qapalı variantda, qapalı sualda A və Y variantları olaraq verilib. Və əgər belə bir şey görürsünüzsə imtahanda, deməli, bunların ikisi də səhvdir, agi. Niyə? Çünki qapalı variantda axı mənim 2 dənə düzgün cavabım ola bilməz. Və ikisi də əgər eyni mənalı bağlayıcıdır, mən onların ikisini necə eyni cavab olaraq götürə bilərəm, necə eyni sual olaraq götürə bilərəm də, düzdür? Ona görə A variantımda getdi, Y variantımda getdi. Gəlirəm burada C variantına. C variantında liba ya deyə tərcümə olunur. Onu da bura məna olaraq qoya bilmirəm. Burada düzgün variantım olaraq qalır D variantı. Baxın, yuxarıda da sizə qeyd eləmişəm, onu sinonim olaraq başqa hansı variantları yenə yaza bilərəm ora. Во-первых, nəyi yadda saxlayırsınız? Однако, но, bəzi hallarda A, bir də da. Baxın, bu dördür. Bağlayıcı olaraq sinonim bağlayıcılardır və amma deyə tərcümə olunur. Yuxarıda konspektdə mən sizə bunu qeyd eləmişdim. İndi mən məsəl üçün rahatlıqla bu cümlədə istifadə edə bilərəm ki, рядом с домом есть магазин, evimin yanında mağaza var. Однако я предпочитаю супермаркет подальше. Но я предпочитаю супермаркет подальше. Amma mən uzaqda olan, deməli, supermarketi tərcih edirəm, üstün tuturam. Və yaxud da baxmayaraq ki, mən uzaqda olan supermarketi üstün tuturam. Yəni, хотя və nесмотря на то, что da istifadə oluna bilər. Yuxarıda da sizin üçün qeyd eləmişəm. Buna görə düzgün variantım olur D variantı. Sinonim olaraq однако, но, зато. Baxın, bunları yadda saxlayın. Xahiş edirəm, göndərdiyim konspektin üzərindən bir dəfə də mütləq keçin. Tak, gəlirəm 4-cü suala. 4-cü sualda deyir ki, 4-cü sualda biz sizinlə burada yenə boşluğu hissəsini düzgün sözlə doldurmalıyıq. Городок şəhərcik deməkdir. Мы приехали, biz gəlmişik. Оказался довольно милым. Çox şirin şəhərcik idi mənasında. Hər birinin tərcüməsini qeyd eləmişəm. Baxın, в котором hansındakı deyə tərcümə olunur. Hansındakı. İndi mən deyə bilərəm şəhərcik hansında ki biz gəlmişik. Axı yön bildirmir, istiqamət bildirmir, düzgün deyil. Hətta mən yanına sizə düzgün variantını da yazmışam ki, məsəl üçün olsaydı городок в который мы приехали. Baxın, bu tamamilə istiqamət olardı və bunu istifadə edə bilərdiniz. Olmaz. Y variantında, daha doğrusu C variantında откуда bu testləri biraz gərək düzəldim. Variant səhvləri var biraz. Так, откуда, hardan, где, harada, почему, niyə? Maksimum burada uyğun olan городок, куда мы приехали, hansına ki biz gəlmişik, çox şirin idi mənasında. Хорошо? Казался довольно милым.
Və dördüncü sual. Dördüncü sualda qeyd olunan bütün hamısının deməli, demək olar ki, tərcümələrini qeyd eləmişəm sizə. Kim mənim üçün tərcümə eləmək istəyir dördüncü sualı? Кто хочет перевести этот вопрос? Mən tərcümə edeyim müəllimə. Да, пожалуйста. Буду очень рада. Mən bunları yazmışam bu testləri. Bir dənə siz. Demək, уже несколько раз меняла день приезда. Во вторник хотела ехать, в среду, в пятницу. Orada deyir ki, Marta artıq bir neçə dəfə deyir. Yox, amma burada qadın adından söhbət gedir Aynur. Qadın adıdır Marta. Hə, Marta da yəni bir neçə dəfə deyir. O Marta bildim qadın adıdır. O priez şeydir, gəlişini dəyişir. İkinci gün gəlmək istəyirdi. Хотела приехать во вторник. İkinci gün gəlmək istəyirdi. Ya da deyir üçüncü gün ya da beşinci gün. Aha, indi bura ya da daha uyğundur, yoxsa gah daha uyğun olur. Bir dənə gahla istifadə edək. Bax gör, səncə hansı daha uyğun olacaq? Marta несколько раз меняла день приезда. То во вторник хотела приехать, то в среду, то в пятницу. Gah ikinci gün gəlmək istəyirdi, gah üçüncü gün, gah da beşinci gün. Beşinci gün. Əvvəl Libana qoydum. Baxdım ki, o deyir ki, ya ikinci gün gəlmək istəyirdi, ya üçüncü gün, ya da beşinci gün. Amma Sonra gah məncə daha uyğun olur, hə? Gah bəli, gah daha uyğun olur. Deyir, то во вторник хотела приехать, то в среду, то в пятницу. Mən də to daha da uyğun gəlir. Всё, хорошо, есть. Yenə qaralır. Yo, indi yaxşıdır, qaralmır. Всё, тогда baxarıq 5-ci, 7-ci və 8-ci suallara. Deməlidir ki, mой сын сразу догадался. Mənim oğlum həmən anladı. İkinci hissəyə baxırıq. Должен закончиться этот детектив. Bu detektiv bitməlidir. Nə ilə bitməlidir? Bax, bizə aşağıda verilən variantlarımız var. Почему? Niyə bitməlidir bu detektiv? O чем nə haqqında bitməlidir bu detektiv? Tak, belə bitməlidir bu detektiv. Başa düşür ki, yəni həmən anladı ki, belə bitməlidir bu detektiv. Tak должен закончиться этот detektiv. Amma B variantımıza bir dənə baxın. Чем должен закончиться этот detektiv? Bu detektiv nə ilə bitməlidir? Əslində orada A variantında каким necə deyə qeyd eləmişəm. Bunu bir dənə açıqlamasını gətirim sizə. Дело в том, что necə Azərbaycan dilində bu bir deməli zərfin, daha doğrusu zərf və yaxud da nitq hissəsi olaraq sifətin sualıdır da. Hal-hazırda bizdə orada göstərilən hallandırılmış necə sualıdır. Sadəcə Azərbaycancasından tam anlamadım ki, o necə Azərbaycan dilində necə tərcümə olunacaq. Каким, məsəl üçün deyirəm ki, каким образом, necə tərzdə hallandırılmır, amma daha doğrusu Azərbaycanca hallandırılmış formada tərcümə olunmur, lakin burada onu istifadə edə bilmərik. Burada istifadə edə bilərdik məsəl üçün как должен закончиться этот detektiv. Bu detektiv necə bitməlidir, amma zərfin sualı olaraq. Как qoya bilərdik. Amma какой istifadə edə bilmərik. Çünki sifət nitq hissəsi olaraq deməli ismə aid olur həmişə. Burada ismə aid olan bir məsələ yoxdur deyə mən orada sifətin sualını istifadə edə bilmərəm. Burada maksimal uyğun olan variant B variantıdır. Bu detektiv nə ilə bitməlidir? Чем должен закончиться этот детектив? Мой сын сразу догадался, mənim oğlum həmən anladı. Bu detektiv nə ilə bitməlidir? Ona görə düzgün variantın B variantı olacaq. Gəlin 7-ci suala. Əslində bu sual haqqında biraz keçən dərsdə məlumat vermişdim. Bugün də biz sizinlə deməli məqsəd bağlayıcılarına baxdıq. Burada sizə qeyd eləmişəm. Gəlin cümləmizə baxaq. Deyir ki, Отец пригласил гостей. Dostum qonaqları dəvət etdi. Cümləmin ikinci hissəsində qeyd olunub ki, отметить свой юбилей. Yubiley qeyd etmək. İndi gəlin bir dənə baxaq. A variantında yazmışam когда, nə zaman? B variantında ki, məna olaraq burada düzgün gəlmir. A variantında B variantıdır. Daha sonra C variantında в котором hansındakı, yəni atam dostlarını harasa dəvət edib deyə bir məsələ yoxdur ki, hansındakı yubileyini qeyd eləyəcək deyə bilim. Olmaz. Потому что çünki yubileyi qeyd etmək də düz gəlmir. Amma ən son variantımız var, чтобы.
Что bu üçüncüyə tərcümə olunur. Və demişdik, feil hansı formada onda istifadə edirik onu daha çox? Əgər feil ilkin Məstər formasında. Bəli, bax orada sizə qeyd eləmişəm həmin o məstər formasını. Отец пригласил гостей, чтобы отметить свой юбилей. Öz yubileyini qeyd etmək üçün. Əlavə olaraq da qeyd eləmişəm sizə ki, orada məqsəd iki bağlayıcımız var. Məqsədin 2 dənə bağlayıcısı var. Чтобы və для того, чтобы. Burada hər halda hal-hazırda əlimizdə чтобы var, onu seçirik. Amma для того, чтобы da olsaydı istifadə edə bilərdiniz. Və son olaraq 8-ci sual. Burada məna olaraq 2 dənəsi uyğun gəldi. İkisini də seçmişəm sizə. Deyir ki, мы оделись потеплее. Biz daha isti geyindik. Когда погода начала ухудшаться, nə zaman ki hava pisləşirdi və çünki hava pisləşirdi. A da ola bilər, так как то, когда da ola bilər, так как to ola bilər. Baxmayaraq ki hava pisləşirdi, biz isti geyindik deyə bilmərik. Havanın pisləşməyi üçün, чтобы погода начала ухудшаться deyə bilmərəm. Поэтому начала погода ухудшаться. Yəni belə çıxır ki, mən daha isti geyinirəm deyə hava pisləşməyə başlayır. Biraz bu da məna olaraq düz gəlmir. Ona görə мы оделись потеплее, когда погода начала ухудшаться və так как погода начала ухудшаться. Hər iki variantını sinonim olaraq istifadə edə bilərik hal-hazırdakı cümlədə. Görürük ekranı. Bəli, bəli. Deməli 15-ci sualda mənə deyir ki, несколько дней стоял густой туман. Bir neçə gün sıx tuman var idi. İkinci hissədə deyir ki, reysi были отложены. Reyslər təxirə salınmışdı. Nə götürmüsünüz burada 15-ci sualda? Y bəndi. Başqa variant? Necə müəllimə? 15-ci sualda cavab olaraq nə götürmüsünüz? Y variantı. Y variantı çox gözəl, malatsıyım. Deməli, gəlin baxaq görə. Hər şeydən öncə, bayaq da dediyim kimi, baxın, burada mən A variantını və B variantını avtomatik olaraq silirəm. Çünki bunların hər ikisi Azərbaycan dilinə çünki deyə tərcümə olunur və mənim artıq düzgün cavab ola bilməz. Düzdür? Və məna olaraq da baxanda, bəli, və məna olaraq da baxanda deyir ki, sıx duman var idi, çünki reyslər təxirə düşmüşdü. Axı biz dedik, потому что, так что, так как bunları istifadə edəndə cümləmin ikinci hissəsinə səbəb göstərilməlidir. Əgər biz burada так как və yaxud da потому что istifadə eləsəydik, belə çıxırdı ki, reyslər təxirə salındığına görə sıx duman var idi. Axı düzgün deyil bu. Когда reysi были отложены, хотя reysi были отложены, baxmayaraq ki, reyslər təxirə düşüb, baxın, siz burada rahatlıqla так что götürə bilərsiniz. Bunu sinonim olaraq nə götürə bilərdik burada? Так что От того, что. Yox. Поэтому. Поэтому. Молодец, поэтому. Хорошо. Daha sonra 17-ci sual. Нам было настолько весело. Biz o qədər şad idik ki, o ki-ni mən nə ilə göstərirdim? Что? Что нам было настолько весело, что мы не заметили, как пролетело время. Biz anlamadıq vaxt necə keçdi. Хорошо? Ekran görünür. Bəli. Aha, 19-cu sualda. Собрание давно закончилось. İclas çoxdan bitib. Никто не расходился. Heç kim evə getmirdi. B variantı. Хотя собрание давно закончилось. Baxmayaraq ki, iclas çoxdan bitib, heç kim evə getmir. Normalda iclas bitibsə hamı evə getməlidir. Amma hal-hazırda iclas bitib, amma heç kim evə getmir. Ona görə düzgün variantım olacaq B variantı. Daha sonra 20-ci suala baxıram. Dmitriy учился в престижном вузе. Dmitriy çox yaxşı, deməli, ali təhsil şirkətində, daha doğrusu, ali təhsil müəssisəsində oxuyurdu. Nə yazmışıq bura 20-ci sualı variant olaraq? D variantı. D yazmışam. I olacaq bağlayıcı olaraq. И это помогло ему в жизни. Deməli, o çox yaxşı müəssisədə təhsil alıb və bu ona həyatında kömək olub. Bura I qoyacaqsınız. 21. На выставке Иван накупил много картин. Deməli, sərgidə İvan çoxlu şəkillər aldı. İkinci hissədə deyir ki, это было дорого. Bu baha idi. Normalda əgər bahadırsa az almalıydı, amma hal-hazırda çox alıb. Bu baxmayaraq ki, mən nə ilə göstərirdim? 2 dənə paradoks cümlə varsa nə istifadə edirdim baxmayaraq ki? Hansı 2 dənə bağlayıcını qoya bilərdim? Несмотря на то, что. Və yaxud da sinonim olaraq? Хотя. Hal-hazırda Y variantı olacaq.
Значит, на выставке Иван накупил много картин, несмотря на то, что это было дорого. Baxmayaraq ki, bu baha idi. Bəli. Так, 22-də deyir, я буду рад, mən şad olacağam. Мы поедем отдыхать в это живописное место. Biz bu gözəl yerə istirahətə getsək. Mən şad olacağam, əgər biz bu gözəl yerə istirahətə getsək. O da nədir? Если b'ni götürə bilməməyimin səbəbi aydındır mənə. İkinci b yoxdur. Fe'l keçmiş zamanda deyil. Правильно? Поэтому если. Хорошо. Bir də 25 idi, düzdür? Значит, мы были бы очень rады. Biz çox şad olardıq. Fe'l keçmiş zamandadır. Bir dənə b ədatım artıq var. İkinci hissədə deyirəm ki, смогли посетить концерт популярного певца. Deməli, məşhur, deməli, müğənninin konsertinə gedə bilsək. Əgər ki, məşhur müğənninin, bəli, deməli, konsertinə gedə bilsək. Baxın, fe'l keçmiş zamandadır. Были, смогли. Artıq bir b istifadə olunub. Cümləm şərt cümləsidir. Deməli, rahatlıqla если бы qoya bilərəm ora. Хорошо.